Mənim adım Kənandır. 6 ildir bu idman növü ilə məşğulam, sərbəst güləşlə. Müxtəlif yarışlarda iştirak etmişəm. Cəllabad güləş məktəbində məşq edirəm. Özüm Respublika İdman Liseyinə imtahan verərək ora qəbul olmuşam. Güləş artıq mənim üçün həyat tərzinə çevrilib. Xoşladığım idmançı Hacı Əliyevdir. Əlbəttə, məşqə baxanda ən əsas da məşqçidən getməlidir söhbət. İlham müəllimlə söhbətləşirik. İlham müəllim, Cəllabad güləşi deyəndə birinci kimlər yada düşür? Cəllabad güləşi deyəndə Azərbaycanın gözəl güləşənləri olub. Aydın İbrahimov, Rəşid Məmmədbəyov, Oqtay Hüseynov, Yağım Məmmədov, həm mənim müəllimim olub, həm Azərbaycanın gözəl güləşənləri olub. İndiki nəsildə kimlər var? İndiki nəsildə elə Ziya Babaşov, Cəllabadlı balasıdır, Ruslan Nurullayev. İlham müəllim, nə qədər çətindir bu yeniyetmələri, uşaqları bu istidə güləşə cəlb etmək? Həm zalımızın şəraitini gördünüz, yaxşı zalımız var, ancaq onu yaxşı remont eləmək lazımdır. Kondisionerimiz olmalıdır, yaxşı sərin olsun ki, uşaqlarımız daha da yaxşı məşq eləsinlər. Cəllabadda güləşmə həddi dərəcə, çoxlu zallarımız var, uşaqlarımız var, yaxşı nəticələrimiz var. Rızazadə Hüseynov iki dəfə Avropanın çempionudur. Şürlü Xəyal Avropada 3-cü yerə çıxıb. Olimpiya İdman Liseyində, xarici dillər gimnaziyasında rayonumuzun tələbələrimdən hal-hazırda orada oxuyurlar. Güləşirlər, Respublikada yaxşı nəticə veriblər. Cəllabadda tək Kənan məşq eləmir. Cəllabadda məsəl üçün Sadiq də var və digər uşaqlar da var. Sadiq, niyə güləş? Mən uşaqlıqdan güləşə həvəsim olur. Mən uşaqlıqdan güləşə gəlmək istəyirdim. Mən Yunan-Roma güləşində 4 ildir mən məşq edirəm. Cəllabad məktəbində məşq edirəm. Cəllabad güləşçilərinə salam! Siz Ağamaliyə məktəbi haqqında eşitməmişsiniz. Onda indi eşidərsiniz. Real, bu nə məktəbdir? Cəllabaddan kimlər məşğul olur? Buradan kimlər çıxır? Salamlayıram hər kəsi. Ağamaliyə məktəbi Ceyhun müəllim, Ağamaliyə Ceyhun veteranlar dünya ikincisidir. Mən onun oğluyam. Məndən əlavə 3 dənə mənimlə bir yerdə işləyən məşqçilər Fərdi İsmailov, Ramal Qəniyev, Xəyal Ağamaliyev. Bir yerdə işləyirik Ceyhun müəllimin nəzarəti altında. Buradan təzə məşqçiliyə başlamışıq. Hal-hazırda 2 qat Avropa çempionu Rızazadə Hüseynin məşqçiyəm, Xəyal Şükürlüğünün məşqçiyəm, Avropa üçüncüsü Xəyal Şükürlüğü. Keçən il kadet arasında komandamız Azərbaycan çempionu oldu. İnşallah ki, hədəflərimiz böyükdür, daha yaxşı olacaq Allah'ın izniyle. Mənim üçün çox maraqlıdır. Ağamaliyə məktəbinə girəndə birinci növbədə devizi görürük. İdmançılara bu təsir və idmançıların beynində qalır ki, belə bir şey var. Bəli. Bu Ceyhun müəllimin devizidir. Ceyhun müəllim məşqdən öncə bizlə bu barədə söhbətlər aparır. Biz də ondan görmüşük, elə də davam edirik. Yəni, tərbiyəsi olmayan idmançıların axı yaxşı olmur. Əvvəl tərbiyədir, sonra idmandır. Bizdə həmişə elə olur. Amma hər halda onunla yanaşı, əlbəttə çox istərdin ki, zal biraz geniş olsun,
biraz imkanlı olsun, Bura biraz işıqlı olsun. Bəli. Bura öz vəsaitimiz altında. Biz özümüz veririk buranın arendasını Ceyhun müəllim verir. Yəni, əlimizdən bu gəlir. İstəyərdik ki, biraz da böyük olsun. Biraz böyük olduqda daha çox tələbat olur. Uşaq çoxdur. 200 dənə uşaq var. Ayrı qruplardır. 5 dənə ayrı qruplarda işləyirik. Ona görə uşaqları bölmüşük. Amma zal geniş olsa biz özümüz də həm az yorularıq, həm çox işləyərik. Əvvəl tərbiyə,